görüşdük sizinlə. Bu gül balalar sizin övladlarınız bir ili də geridə qoydular, bir yaşda böyüdülər. Ömürlərinə musiqi ilə bağlı bilmirəm necə bir xatirələr yazıldı. Ümid edirəm ki, xoş xatirələrdir. Yəni bu məşqlərin, yəqin ki, gərgin məşqləri sevməyənlər var. Amma indi səhnədə göstərəndə, bəhrəsini görəndə elə biləm ki, sevinəcəksiniz. Sağ olun. Məndə Üzeyir Hacıbəylinin, Dahi Üzeyir bəyin 140 illik yubileyi də yadda qaldı. 140 il deməli bizim Dahi Üzeyir bəyin Azərbaycan musiqisinə xidmətlərindən elə bilirəm ki, hər bir uşağın xəbəri var. Onun ən məşhur, hamımızın bildiyi, əzbər bildiyi bir əsəri var. Onu kim deyər? Üzeyir bəy hansı əsəri yazıb ki, onu hamı əzbər bilir? Azərbaycan himni. Himni hamı əzbər bilir də. Düzdür, uşaqdan böyüyür hamı. Hansı ki, o bizim qürur yerimizdir, onunla biz qalib oluruq, təxri kürsülərdən səsimiz gəlir. Bəli, Üzeyir bəy 140 il əvvəl Azərbaycan xalqına bir hədiyyə olaraq verildi. Musiqi xəzinəmizi o formalaşdırdı, musiqi təhsilinə böyük önəm verdi. Bizim balalarımızın təhsil alıb, savadlı kadrlar kimi yetişməsində onun rolu böyükdür. İndi biz onun məktəbini davam etdiririk, onun qoyduğu yolda irəliləyirik. Əminəm ki, siz də buradan bəhrələnəcəksiniz. Birimiz 5 il, birimiz 7 il. Davam etmək istəyən insanlara uğurları, şansları bol olsun deyirəm. Və bir də Vasif Adıgözəlov kim eşidir belə bir bəstəkar? Eşitmişsiniz? Məhz onun da bu il 90 illiyidir. Onun da Azərbaycan musiqisində böyük rolu var, gözəl nəğmələri, əsərləri vardır. Biz bu günləri Ruslanla ifa edəcəyik, Vasif Adıgözəlovdan nəğmələr, könlünüzü xoş edəcəyik. Bugünkü konsertimizdə uşaqlara dedim, adı fikirləşsinlər. Fikirləşdiniz uşaqlar? Adı nə olsun konsertimizin? Təşkil edəcəklər.